Salam, adım Şəbnəmdir, 30 yaşındayım, Almaniyada yaşayıram. İlk videomu çəkirəm, ilk YouTube videomdur, buna görə birazcık qarma-qarışıq ola bilər, üzr istəyin. Həm Almaniya haqqında danışmaq istəyirəm, həm də Almaniyada nələr edirəm, onun haqqında, evdə hansı maskaları, hansı prosedurları edirəm, onları bölüşmək istəyirəm. Əlimdə gördüyünüz zərdeçal və süddür, bir yemək qaşığı zərdeçalı və bir yemək qaşığı südü, hətta südü biraz əlavə edə bilərsiniz, çox qatı olmaması şərti ilə. Maska hazırlayırıq, yəni yediyimiz qidalardan hazırlanan maskalardır. Bu nə işə yarayır desəz, üzdəki sızanaqları qurudur və üzdəki tüklər var ki, çoxdur. Bəzi insanlarda çox tez çıxır, lazerə getdikləri halda, iple aldıqları halda bu onların diblərini qurudur bu maska. Bilirsiniz ki, Azərbaycanda lazer ucuzdur, amma digər ölkələrdən fərqli olaraq, digər ölkələrdə isə çox bahadır. Almaniyada da mənim belə bir lüksüm yoxdur ki, hələ ki lazerə gedim, o qədər pul verim, çünki yaşam standartları çətindir. Necə ki deyirlər, Almaniyada, Avropada pul belə qazanılır. Xeyr, elə bir şey yoxdur. Mən burada həkim işləyirəm. Bunlar rəğmən çox çətin qazanılır. Almaniya haqqında danışmadan öncə maskamızı necə tətbiq edirik, onu izah edeyim. Üzünüzü dartacağı üçün daha çox yuxarıya, aşağıdan yuxarıya doğru hərəkət elətdirin. Yəni maskanı üzünüzə sürün, çünki qırışları çox açmasın, eləməsin, yığmasın, qırışlar üzdə məsamələr biraz açılsın, qırışlar biraz açıq formada olsun deyə. Yəni daha çox aşağıdan yuxarıya doğru eləsəz daha əlverişli olar. Keçək digər məsələlərə. Mən əvvəllər qınıyırdım insanları ki, Almaniya haqqında niyə belə deyirsiniz ya başqa ölkələrdə keçsən. Bura gələcəksən nə olacaq? Ay nə bilim maaş azdır, ay yaşım. Deyirdim ki, paxıllıq çəkirlər, amma bir tərəfdən də fikirləşdim ki, bura gələndən sonra 70% dedikləri həqiqətən düzdür. Çünki burada yaşam standartları əvvəlki vəziyyət deyil. Əvvəlki kimi qazanıb, əvvəlki kimi yemək olmur. Hə, qazanc eyni ola bilər, amma o qədər hər şeydə bahalaşma gedir ki, yəni bu yəni istədiyimiz yaşam standartlarına gəlib çıxmır da. Yəni evlər çox bahadır, kiralar çox bahadır, kalt mitin var, nə bilim van mitin var. Çox qəribə şeylər var. Evlərin çoxu bomboşdur. Yəni dolu ev tapmaq, əşyalı ev tapmaq mümkün deyil. Hə, əşyaları çölə atırlar, gedib yığıb götürüb gələ bilirsiniz. Bu düzdür. Yəni biz də öz əşyalarımız podruqamla mən, yəni evə bir dənə də əşya almamışıq. Hamısını demək olar ki, ya podruqamız tərəfindən verilib, ya küçədən tapmışıq, kənara qoyulub, təptəzə formada, ya da Altenheimdə digər yaşlılar evi olsun, onun sonra xəstəxanada ölənlər var ki, onlar öz evlərini dövlət himayəsinə verir və dövlət himayəsinə verdikləri evlərin əşyalarını da Caritas'a verirlər və ya da ehtiyacı olan birinə ora zəng edirsiniz və ya da müraciət edirsiniz, gedib götürə bilirsiniz. İkinci əl var, amma bu şəkildə yəni pulsuz əldə edə bilirsiniz. Bu dəqiqə onsuz da mən öz evimi tutmamışam, öz istədiyim bir şəraitdə deyiləm, düzdür, evim möhtəşəmdir, qaldığım ev bahalı da olsa çox gözəl yerdə yerləşir və istədiyim standartdadır, amma mən burada çox qala bilməyəcəm, yerimi dəyişməyi düşünürəm, şəhərimi dəyişməyi düşünürəm, bu arada Kölndə yaşayıram. Dəyişəcəyim üçün imtahana hazırlaşıram, o imtahanı verdikdən sonra dəyişəcəyim üçün özümə çox da bir əşya almadım. Neyse, bu belə maskanı vurduqdan sonra quruması üçün söhbət atlayıram. Quruması üçün 15-20 dəqiqə gözləyirik, o əsnada isə ev təmizləyirəm. Təmizlik əsnasında biraz danışaq yenə sizlə. İzah eləmək istədiyim odur ki, yəni brutto netto olayları var, vergi çox tutulur və burada dəliyə hər gün bayramdır deyib, yəni qəribə adət-ənənələri var. Yəni bura gələnlər bəzi şeyləri göz ardı eləməməlidirlər. Bu büdcədir, yaşam standartlarıdır. Ausbildungla gələnlər üçün deyirəm. Mini jobu mütləq şəkildə əzminiz varsa, iradəniz varsa, gücü özünüzdə görə bilirsinizsə, toplaya bilirsiniz, o şəkildə gəlin. Çünki burada bir mini job, bir Ausbildungla işləyim, qazanım, yaşayım mümkün deyil. Mütləq şəkildə mini job da eləmək məcburiyyətindəsiz. Ona görə mütləq şəkildə bunları düşünün. İşimi bitirdim və üzümü yumağa yollandım. Üzümdə olan bütün bu qurumuş maskanı əslində su ilə yumuram, birinci oxalayıram. Çünki su ilə vursam, təmas etsə palçıq kimi olacağı üçün mütləq şəkildə birinci oxalayıram. Üzümdən təmiz çıxardıram. Təmiz çıxarda bilməsəm də bir hissəsini çıxardıram. Ondan sonra üzümü yuyuram. Burada da köpüklərini təmizləyirəm təbii ki. Ondan sonra Watsons'dan Türkiyədən aldığım bu köpüklü sabunla üzümün qalan məsamələrə dolan maskanı tərtəmiz çıxardıram. Çox effektivdir, çox gözəldir, çox sevərək istifadə edirəm həftədə 3 dəfə. Onu çıxardıram, qəşəngcə yuyuram. Üzümü tərtəmiz yuyduqdan sonra isə quruduram təbii.
Artıq üzümü yudum, quruladım, təmizlədim və gül sabunu ilə saçlarımı topluyorum təbii ki. Saçlarımı topladıktan sonra isə gül sabunu ilə yenidən üzümü yuyuram. Gül sabununu Berlindən almışdım, podruqam yanına gedərkən. Yarmarkadan almışdım, amma heç istədiyim kimi olmadı. 72%lik gül sabununu qarışdırdım. 72%lik sabunla gül sabununun qoxusu hal-hazırda eyni qoxunu verirdi. Yəni ona görə heç almasaydım da olardı, amma nə edim, pul vermişəm. Ona görə istifadə etməyə məcburiyyətindəyim. Ya bunu istifadə etdikdən sonra nə edirəm? Yenidən quruluyuram üzümü və üz toneri ilə üzümə qəşəngcə təravət verirəm. Üz tonerini də Watsonsdan almışam Türkiyədən. Çox effektivdir. Çox sevərək, çox bəyənərək aldım. Və onu da etdikdən sonra istəsəz gül suyu da edə bilərsiniz. Əgər toneriniz yoxdursa gül suyu edə bilərsiniz və yaxud da ki bu tonik deyil, tonerdir. Gül suyu və yaxud da ki adi bir krem, onu da yoga şəklində eləyib artıq üzünüzü rahat buraxa bilərsiniz. Sonra isə nə edirəm? Süd gedirəm düzəldirəm özümə kətan toxumu ilə. Hə, bu arada bu krem, göstərdiyim bu kremi mütləq şəkildə alın. Strukturası o qədər gözəldir ki, qaymaq kimidir. Qoxusu belə yəni bir gün boyunca çimənə kimi getmir. Çox möhtəşəm qoxusu var. Mən burada Douglas'ın almışdım, amma Bakıda da yəqin ki var. Görmüşəm bir neçə blogerdə onlar da çox istifadə edirlər. Sonra isə üzümə krem çəkirəm. Kremdən sonra yoqam edirəm və südümlə kətan toxumumu içməyə gedirəm. Təbii ki, bu da bir protein olduğu üçün və idmanla məşğul olursunuzsa süd və kətan toxumu həm tox tutur, diyet edənlər üçün, həm də protein, bədəndəki olan proteini, yəni bədənin tələb etdiyi proteini qarşılayır belə deyim. Öpürəm sizi, özünüzə yaxşı baxın. My cousin's proud in Jamaica.